Deməli əziz qardaşlar, ağ rəngində bax belə bir K5 Distronic-lə 1.6 GT-Line panorama lük qırmızı salon. Maşının bir bölümündə işlənməlidir, maşının çaşkası dəyişilməlidir. Faranın bu hissədə qırığı var, yəni bunu 3 lupadır, bahalı far olduğuna görə bunun özünü bərpa etdirmək lazım. Bir sözlə maşına qırıla 2 dənə qapı alınıb mütləq ki qoyulmalı. 26.500-dən çıxır oyuna, hardasa 7.300 dollarla. Yəqin ki, elə bunu 8 yarıma almaq olar. İli 8 yarıma yox, əstağfurullah qiyməti almaq olmaz. Çünki ili 2024-dür. Bir kası 23 olacaq yəqin. Qırmızı salondur, heç bir ayrabaq atmayıb. 2023, bu da bunun Carfax kodu. GT-Line. 2 dənə Tayvan qapı, bir dənə Tayvan kırıla, yəni onlar ucuz olacaq. Qalan amma dəmirçi malyar.